və onu kimsə maliyyələşdirdi. Bir dəfə bizim rəhbər vəzifəli işçilərin birinin bir üzv yerində söhbətinin şahidi oldum. Keçmiş baş nazir Fuad Quliyevin. Ona bir nəfər dedi ki, bu Əli Kəriminin bu qədər pulu hardandır, bu 7-8 özünü Cangüdən saxlayır, nə bilim. Bir çox vaxtlarda, yəni uşağını xaricdə oxutur, bu imkanlardandır. Yəqin ki, buna ayda 1 milyon pul verirlər. O bir söz dedi ki, 1 milyon onun için adi belə deyək, sigaret, semişqa, saqqız pulu. Yəni bu qədər pul hardan gələ bilər, hardan verilə bilər? Deməli, bu o kolonun adamı olubdur ki, oranın adamı olasan, oranın üzvü olasan, oranın bir parçası olasan ki, sənə bu qədər pul verirlər. Mən hesab edirəm ki, Əli Kərimin yolda tutulması sıradan bir məsələ deyil. Yəni, onun yetərincə əsasları var. İndi onun müqavimət göstərməsi ilə ki, mən hara, Ramiz hara deməklə deyil ki. Mesela o qədər pul sənə kim verirdi? Hardan alırdın? Hardan getirdin onları?